Avropada növbə var, amma həkim qapısında gözləmək yoxdur. Əvvəlki videomda çox insan belə başa düşüb ki, mən Avropada növbə deyəndə həkim qapısında gözləməkdən danışıram. Avropada növbə dediyim zaman həkim qapısı ağzında gözləmək yox, xidmətə çatmaq üçün gözləmə müddəti nəzərdə tuturam. Məsələn, İngiltərədə və ya Almaniyada səhər saat 7-də qalxıb gedib həkim qapısında növbə tutmursan. Sən həkimə öncədən vaxt alırsan və sənə verilən vaxtda uzağı 10-15 dəqiqə gecikərək xəstəxanada olursan. Ümumiyyətlə səhiyyədə gözləmə problemi nədir? Bunu sadə dildə izah edim və bu mövzunu bağlı elan edək. Səhiyyədə növbə tələb və təklif balansı pozulanda yaranır. Burada tələb müalicə almaq istəyən insanlardır. Təklif həkim sayı, xəstəxanalar, cərrahi otaqların sayı, çarpayılar, vaxt, maliyyə, MRT cihazları, avadanlıqlar və s. bunların hamısı təklifdir. Əgər çox insan xidmət istəyirsə və təklif edilən resurslar məhduddursa, burada növbələr yaranır. İndi gələk əsas məsələyə. Dövlət səhiyyəsində, baxın, dövlət səhiyyəsi deyirəm. Dövlət səhiyyəsində resurslar hardan gəlir? Vergilərdən və dövlət büdcəsindən. Əgər büdcə artmırsa, yeni həkim işə götürmək, yeni xəstəxana açmaq olmur. MRT cihazları, avadanlıqlar almaq olmur. İş saatlarını uzatmaq olmur, çünki əlavə xidmət haqqı ödəmək lazımdır. Nəticədə nə olur? Xidmət gücü eyni qalır, amma tələb daima artır və növbələr yaranır. Tələb niyə artır? Burada xüsusilə Avropada yaşlanan əhali xroniki xəstəliklər və s. buna səbəbdir və bir də səhiyyədə heç vaxt xidmət proqnozlaşdırıla bilməz ki, bu gün nə qədər insan xəstələnəcək, bu gün nə qədər insan xəstəxanaya gələcək və ya da hardasa bir fəlakət baş verə bilər və toplu şəkildə insanlar xəsarət ala bilər və eyni anda yüzlərlə insanın tibbi xidmətə ehtiyacı ola bilər və s. Yəni buna görə də tələb hər zaman artandır və təklifi üstələdikdə növbələr yaranır. İndi gəlin görək büdcəni artırmaq növbəyə necə təsir edir. Əgər dövlət səhiyyəyə daha çox pul ayırırsa, daha çox həkim işə götürə bilər, çoxlu xəstəxanalar tikə bilər, yeni cərrahi otaqları artıra bilər, çarpayıların sayı artar, həkimlərə əlavə ödənişlə növbələrdə saxlaya bilər. Bu da öz növbəsində növbələri azaldır. Amma problem də buradadır ki, səhiyyə büdcəsini artırmaq üçün ya vergiləri artırmaq lazımdır, ya digər sahələrin büdcəsini azaltmaq lazımdır və ya da borclanmanı artırmaq lazımdır. Bunların da hamısı siyasi risk hesab olunur. Heç bir hökumət vergini artırıram deməyi sevmir, çünki bu normal ölkələrdə seçici narazılığına səbəb olur. Ona görə bir çox ölkə belə seçim eləyir ki, hər kəs üçün pulsuz və bərabər çıxış olsun. Amma gözləmə müddəti uzansın. Bu sosial ədalət modeli sayılır. Alternativi nədir? Özəl sektor. Pulu olan özəl sektorda tez xidmət alır, pulu olmayan və ya da pul sərf eləmək istəməyənlər dövlət növbəsində gözləyirlər. Bu isə bərabərsizlik yaradır. Yəni, sadə dildə desək, uzun növbələrin mənası əslində sistem deyir ki, hamıya xidmət göstərmək istəyirəm, amma resurslarım məhduddur. Yəni, uzun növbələrin olmasının